Hamıya salam olsun. Hoş gördük hamınızı. Sara oyanıbdı deyə dedim pəncərələri açım. Belə evin havası dəyişsin. Elə pəncərələri açmışkən də gətirin buraları toz soranlayım. Nədir Sara, nədir? Haycan. Hə. Gətirin bu qəbələri toz soranlayım. Düzdür, burada az oluruq bu otaqda. Amma yenə də Sara burada bir də görsüz nəysə tökür, ona görə tez-tez toz soranlayıram. Hava da belə bugün qəşəngdir. Dünən də qəşəng idi. Biraz külək var, düzdür. İndi pəncərəni açdım, soyuq vurdu külək. Amma yaxşıdır hava. Dünən də yaxşı idi. Hamı qol gödək geyinmişdi uje. Üstdən heç nə geyinməmişlər. Hava elə isti idi ki. Nədir? Haycan, nədir? Pəncərəni də açdım. O birisi pəncərə yola baxır. Onu hər dəfə açmıram çünki yoldan toz gəlir. Amma bura belə qonşunun həyətidir. Burada elə bir toz yoxdur, sakitçilikdir həm də. Elə çox vaxt buranı açıram belə ki, buradan hava dəyişsin. Sara da belə açan kimi gəlir, bura çıxır. Belə hava qəşəngdir. Gedim paltarlar da paltar yuyana qoymuşdum, yuyulub qutarıb geyim, onları da səriyim ki, qurusunlar tez. Dünən də qəşəng idi deyə dünən də sərdim, elə gün ortaya qurudular hamısı. Belə. Bugün də məktəbə mən getmirəm deyə, ona görə dedim işlərimdən çoxlu görüm. Sara imkan versə, eləcə ağlayır, nəsə istəyir, işlərim yarımçıq qalır. Ona görə görüm bugün inşallah işimi görə biləcəm. Məktəbə də getmirəm deyə vaxtım çoxdur. Ona görə işlərimdən deyirəm görüm. Külək başladı uje. Burada su koydum ki makaron pişireyim. Çünkü lobiya pişirmişik. Onu da ki Sara da yemedi. Sara vapşi yemir lobiya. Böyüklər də hərdən yerlər. İndi də yemədilər, istəmədilər. İndi ona görə makaronu gətirdim. Buradan bir dənə qab götürüm. Bundan belə götürüb tökərəm bura. Suya da tuzu da töküb qoymuşam ki qaynasın. Az qalıb uje. Qaynamaq istəyir, qaynasın. Makaron töküm. Mən makaronu heç nə vurmuram. Nə yağ vururam. Heç də yəni yağ vurmuram. Eləcə makaron bişirirəm suda, suyunu süzürəm, elə verirəm. Yağ vuranda yemirlər, nəsə sevmirlər. Bilmirəm hamı da belədir, yoxsa eləcə bizim ailədə belədir. Bizim uşaqlar demək olar ki, hər şey yemirlər də, ancaq ki belə makarondur, kartuşka qızartmasıdır. Toyuğun belə döşətini yeyirlər, ancaq ki belə qızardım, ya kotlet kimi eləyim, ya belə pizzanın üstündə eləyim, elə yeyirlər. Əti də, mal ətini də, ancaq ki belə kotlet, o da ki bir dəfə bişəndə yeyirlər, sonra heç o qalıb soyandan sonra onu da yemirlər. Yəni ki, bilmirik ki, nə bişirək ki, uşaqlar da yesin, özümüz də yeyək. Bugün lobiya elədik, heç lobiyanın üçü də, uşaqların üçü də heç biri yemədilər. Ona görə məcbur qaldım, makaron elədim ki, makaronu yenə yaxşı yeyirlər. Sara da yatırdı, dedim dursun, yesin rahat. Həmişə rakovinaya belə qaynar su tökəndə birinci soyuq suyu açırıq ki, o axsın, sonra dalınca qaynar su tökürük. Çünki bir dəfə eləmişdik, təzə vaxtı belə kuxnamız təzə hazır olanda eləmişdik biz, isti qaynar su tökmüşdük. Onda elə bir turbaları əritmişdi, belə xarab olmuşdular da, onu sonra dəyişdik. Ondan sonra həmişə belə qaynar su tökəndə soyuq suyu açırıq ki, su ilıq getsin o turbalardan, isti getməsin ki, yenə əritməsin turbaları. Makaron da pişirəndə adətən mən aşüzənə süzürəm. Amma bu dəfə bu qazanda elədim deyə, bunun da qapağı rahatdır. Qapağından tutub süzə bildim suyunu. Başqa qazanda eləyəndə onların qapağı narahat olur. Onlarla eləyə bilmirəm. Qorxuram ki, qapaq tərpənər, makaronun hamısı tökülər. Ona görə o qazanlarda eləyəndə aşüzəndə süzürəm. Amma belə bu qazan rahatdır deyə qapağı, ona görə elə belə qapağından süzürəm. Gedirik Sarana mağazinə. Yumurta qutarıbdı evdə. Qutarıb deyəndə 2 dənə var. Bizdə yumurta lazımdır. Əslində mağazindən almaq istəmirik. Elə adam var, ondan həmişə alırıq kənd yumurtası. Sadəcə o adamda kənd yumurtası yox idi deyə indi məcbur dedim gedim marketdən alım ki, çünki vacib lazımdır bizə yumurta. Böyükləri evdə qoydum. Saranı
özümlə götürdüm ki, Saranı tək qoya bilmirəm evdə. Qızlarla bir yerdə qoymaq istəmirəm də. Ona görə dedim özümlə götürüm. Gedək bu elə burada market var. Ona gedək. Gəl Sarıçqım, maşın yoxdur, yolu keçək. Bu marketin yanında oba market də var. Amma elə buradan alırıq biz çox vaxt, çünki bura yaxındır. Obaya bir dəfə girmişəm, heç təzə açılandan. Təzə açılıbdı bir. Hardasa 2 ay olar, 2-3 ay belə. Orada obadır, burada da bu marketdir. Mən də gedirəm bu marketə, gedim görüm. Kənd yumurtası bəlkə də burada olar, bir baxım görüm, soruçum. Olmasa bir 10 dənə elə o mağazin yumurtası alım bəsdir. Belə aldıq mağazinə yumurtanı, indi gedək evə. Kənd yumurtası var imiş. Soruşdum, dedi hə var. Elə 10 dənə götürdüm ki, baxaq görək nətərdir, köhnə deyil ki. Köhnə olmasa yenə ev oradan alarıq. Əsas odur, bildim ki, orada kənd yumurtası satırlarmış. Burada belə 10 dənə götürdüm. İnşallah ki, yaxşı olar. İndi gedək evə. Ürəkləri dözməyib. Allah, Saranın əlindən tut, gedin. Gedək, gəl. Bizi gözləyə bilmirlər. Hələ dedim ki, balkonda durun, gözləyin. Yenə də ürəkləri dözmür. Bizi görən kimi düşüblər aşağı. Sara da onları görəndə heç 5 dəqiqə çəkmir bizim marketə keyif gəlməyimiz. Amma ucu onlar üçün darıxır, onları görəndə sevinir. Qalxın yuxarı. Gəlin. Bugün istəyirəm belə peçenyelər eləyim. Vallahi adı yadımdan çıxdı, düzün deyim. Bunu gəlinimiz mənə göndərdi, reseptini deyir, mən həmişə eləyirəm. Qardaşımın qızı xoşlayır, yeyir, deyir, dadlı olur, uşaqlar çox sevirlər. Ona görə dedi, sən də elə bundan. İndi istəyirəm eləyim. Deməli, burada yağdır, belə otaq temperaturundadır. Qoymuşam, yumuşalıbdır, çünki bu mikserdən çalmaq lazımdır. Şəkərdir, yumurtadır, süddür, vanil, bir də sodadır. İndi reseptini də altdan mən yazaram videonun altında. Yadıma düşsə, hər dəfə deyirəm yazım, amma yadımdan çıxır o resepti yazmaq altda, videonun altında. İndi bunu inşallah yazaram. Həm də birinci dəfə də eləyirəm. Eləyim, görüm necə alınır. İnşallah ki, yaxşı alınır. Bir də belə şokolad aldım, bu damla şokoladından. Mən heç vaxt bundan şirniyyatlara işlətməmişəm. Amma buna lazımdır bundan içinə tökmək. Ona görə bu dəfə aldım. Dedim, işlədim, görüm nətərdir. Yaxşı olsa inşallah şirniyyatlara bundan sonra mən elə bu şokoladdan işlədərəm. İndi bunu çalım, sonra un qatım, yumuşaq xəmir olmalıdır. Xəmir yoğurum, bu şokoladdan da içinə qatım, balaca belə eləyib yastı. Onları pişirəcəm. İnşallah ki, məndə də yaxşı alınır. Ona görə birinci dəfədir deyə hələ ki belə az eləyirəm. Unu da qatdım, şokoladı da qatdım, qarışdırdım. Belə bir xəmir alındı. Amma ələ yapışan xəmirdir. İndi bilmirəm mən onu nətər eləyəcəm, belə ələ yapışır. Nətər eləyim ki, bu listə bunu yumru yığım. Görüm inşallah ki, belə əlimə yapışsa da gərək belə yumrular eləyim, qoyum ora. Birinci listimiz hazır oldu. Mən belə az elədim ununu ki, bərk olmasın. Ona görə də bax, belə bu yayıldı, belə bişdi. Amma dadına yanı söz ola bilməz. Deyərdim, bişirdiyim ən ləzzətli peçenyelərdən biridir. Uşaqlar da deyirlər, mama nə gözəldir, nə dadlıdır, yeyirlər bayaqdan. Amma ikinci listi qoyanda ona biraz un qatdım. Elə biləm, o bu qədər belə yayılmaz. Qırağından da uşaqlar götürüb yeyiblər. Belə. Yəni, o elə biləm, o bunu kimi yayılmayacaq. İndi o da pişsin, onu da göstərərəm sizə. Amma belə çox super alındı, çox. Kim istəsə eləyər. Reseptini yazaram inşallah. Videonun altından eləyərsiniz. İndi mən bunları peçenyeləri bişirirəm uşaqlara görə. Məktəbə gedirlər. İstəyirəm ki, məktəb aparsınlar da, mağazindən almayaq. İndi özümə söz vermişəm ki, inşallah məktəb qutarsın, nə qalıb ki, 1-2 həftə qalıbdır. Məktəb qutarsın da peçenye bişirəsi deyiləm. Çünki bişirirəm, özüm də yeyirəm. Mən yəni şirniyyata qarşı dözə bilmirəm də. Şirniyyat oldusa mən ondan yeməliyəm.
Ona görə daha söz vermişəm ki, bu yayı peçeni çox az bişirəcəm. Hərdən ayda 1-2 dəfə bişirərəm ki, uşaqlar bəlkə ürəyi istəyə. Hə, inşallah yayda az bişirəcəm ki, özüm də yeməyim. Onu yoxsa ki, bişirirəm, yeyirəm, istəmirəm o qədər şirniyyat yeyim mən. Listə çıxdı. Bunun biraz ununu artıq elədim deyə belə yayılmadılar ona görə. Bunlar da qəşəng alındı. Belə birini də qırdım ki, içinə baxın, belə qəşəng. Çox dadlı, qəşəngdir. Şokoladlar da elə çox da düzdür əriyiblər, amma elə də çox yox. Altı da belə yaxşı oldu. Çox yaxşı da xoşumuza gəldi bu peçeniya. Samilə reseptə görə çox sağ ol. Uşaqların ən sevdiyi peçeniyalardan oldu. İndən sonra bundan belə məktəb qutarana kimi bir neçə dəfə bişirərəm ki, məktəbə aparsınlar. İndi yenə elədim. Çünki az eləmişdim ki, birdən yaxşı alınmaz. Gördüm yaxşı oldu, ona görə yenə elədim. Bundan listə qoymuşam, bu qədər də qalıb. Bu da elə bilən biri hardasa 2 list olar. Bişirim, hamısını qutarsınlar. Peçenyələrin hamısı bişdi, bu qədər alındı. Elə bil ki, bu lap birincilərdir. Sonra bulardır. Bulardakı artıq o ikinci dəfə xəmir elədim. Bu da olardılar. Belə alındılar. Biraz da belə güya ki, belə uzun sovda elədim ki, maraqlı olsun. Belə, nəysə, belə qəşəng peçenyalar alındılar. Belə, çox yaxşıdır. Yaxşı ki, bunu elədim. Damla şokoladla birinci dəfə idi peçenya eləyirdim. Amma çox yaxşı alındı belə. Bu qabı da sizlə bölüşmək istədim. Bu qabdan elə xoşum gəlir, elə bilirəm ki, belə şirniyyat üçün ən gözəl qablardan biridir də. Mən bir dənədir məndə düzdür, amma istəyirəm ki, bundan bir dənə də alım. Belə içinə yığıram, yaxşıca ağzında bağlayıram, qəşəng qalır. Heç bir qurumaq olmur, təzədə qalır. Bunu mən baldızımda görmüşdüm Vəfada. Bizə bir dəfə gələndə şirniyyat bişirib gətirmişdi, bu qabı da gətirdi. Ondan sonra mən bunu bazar stordan gördüm, aldım. Hə, gərək birini də alam. Çox xoşum gəldi. Bir də görsünüz şirniyyat 2 dənə, da 2 cür şirniyyat bişirirəm, hərəsinə birini qoyum. Əslində bu deyirlər tort qabıdır. Tortu bura qoyursan, bunu da belə ağzına çörüf qoyursan. Prosta biz elə belə işlədirik bunu, şirniyyat qabı kimi. Çox xoşum gəlir bu qabdan. İnşallah birini də alacağam bunun, inşallah. Uzun aradan sonra Sarayla birlikdə məktəbə gəldik. Axır vaxtı tez dururdu deyə saat 7-də, 8-in yarısında. Ona görə mən məktəbə gələndə Saranı yatırırdım, yuxusu gəlirdi, yatırıb gəlirdim. Amma bu günlərim saat 9-da durdu, ona görə dedim yatmaz. Elə dedim qoy özümlə gəlsin, neçə vaxtı gəlmir, biraz havaya çıxsın uşaq. Düzdür çıxırdı, gedirdik başqa yerlərə, məktəbə gəlmirdik. İndi yenə bura deyir gedim. Burada qoymurlar keçməyə, ona görə İstəmirəm qoyum, amma hər dəfə də deyir ki, mən bura gedəcəm. Buradan getmək istəyirəm. Dediyini elətdirdi də, buradan məni gətirdi. Valla, qışqırır, özünü öldürür, ağlayır. Mən də adamların içində şey eləyə bilmirəm çox. Ona görə daha dedim, qoy olmasa belə biraz keçək, sakitləşsin. Skameykada oturaq, görək oturacaqmı? Məktəbin içinə girmək istəyirəm. Gedək skameykada oturaq, qızları gözləyək, görək nə vaxt çıxırlar. Bugün qızların saçından da kəsdim. Elə neçə vaxtı deyirdilər ki, mama saçımızı kəs. Belə 2-3 aydan bir kəsirəm. Axırıncı dəfə fevral ayında kəsmişdim. Ona görə dedim, ucu kəsmək vaxtıdır. Biraz kəsim saçların ucundan. Elə həmişə özüm kəsirəm, heç vaxt salona aparmıram. Çünki elə ucundan kəsirəm. Başqa bir forma vermirəm də saçlarına. Ona görə ancaq elə həmişə özüm kəsirəm. Salona heç vaxt aparmamışam. Belə Məlikə həmişə deyir az kəs. Çox qoymur kəsməyə. Heç özüm də xoşlamıram da çox kəsim. Ucundan kəsirəm ki, eləcə saç yenilənsin.
Çünki qışda məcbur fenlə quruduruq. Elə yayda da fenlə quruduruq. Çünki açıq sulu saçla qoymuram gəzməyə. Qorxuram. Çünki özüm gəzəndə həmişə mənim ya dişim ağrıyar, şişər, ya sinirimə soyuq olur, ya başım ağrıyır. Ona görə elə bilirəm ki, uşaqlar da birdən elə olur. Qoymuram saçları sulu açıq gəzməyə. Elə tez fenlə deyirəm ki, qurudun. Ona görə saç qıranlar olur saçlarında. Uclarını belə tez-tez kəsirəm. Belə 2-3 aydan bir kəsirəm. Ona görə artıq vaxtı idi. Dedim elə kəsim. Məleykə qoymur çox kəsim, biraz kəsirəm. Amma Rəna həmişə deyir ki, mama, saçımı çox kəs, çox kəs. Daşı karı istəyir. Deyir, karı ilə gödətməm saçımı. Amma mən qoymuram gödətməyə, çünki xoşum gəlir qızda belə saç uzun olanda, xoşum gəlir. Bu qədər deyirəm, uzatmışam, əziyyət çəkmişəm. Hər dəfə bunu belə sizin saçınızı uzundur da, hər dəfə yuram, onu quruduram, darıyıram, bu qədər əziyyət çəkirəm. İndi də götürüm kəsim. Əziyyətimə heyfim gəlir. Ona görə kəsmirəm. Deyirəm, universitetə girin, inşallah, qəbul olun. Ondan sonra özünüz istəyərsiniz, kəsərsiniz. Burada da Məleykə deyir, çox kəsibsən saçımı. Gedir baxmağa, görüm nə qədər kəsibsən. Dedim, özünüz universitetə nə vaxt qəbul olarsınız. İnşallah onda nə tər istəyirsiniz eləyərsiniz, istəyirsiniz gödəldərsiniz. Bir də deyirəm ki, xına qoyacam inşallah universitetdə oxuyanda. Məktəbdə istəmirəm olsun, çünki xına çox xeyirlidir. Mən özüm də heç vaxt yox, qoymuşam qabaqlar. Mən də universitetdə oxuyanda saçıma kraska qoymuşam. Amma artıq hardasa 12-13 ildir ki, mən başıma kraska qoymuram. Elə xına qoyuram. Xına çox yaxşıdır. Həm rəngini qəşəng eləyir, həm saça kömək olur, saçı gümrahlaşdırır, parlaq eləyir. Ona görə ancaq xına qoyuram mən həmişə saçıma. Qızlara da demişəm, inşallah universitetə qəbul olun, saçınızı nə tər istəyirsiniz kəsərsiniz, həm də saçınıza xına qoyacam ki, qəşəng görsənsin. Həm parıltılı, həm rəngi biraz qəşəng olur. Düzdür, saçların rəngi qəşəngdir, ikisinki də çox xoşum gəlir, saranki də çox qəşəngdir. Mələykənin saçı ən açıq rənglidir qızların saçından. Sonra saran saçıdır, biraz açıq. Rənanki onlara baxanda biraz tündür. Rənanın saçı toçlu mənim saçımdandır. Həm belə rəngi, düzdür, Rənanki biraz gürdür, qəşəngdir, gürdür saçı. Məleykənki nazikdir, ona görə tez də kirlənir, nazikdir saçı. Amma Rənanın saçı gürdür, qəşəngdir. Yəni ona görə saçlarına heç vaxt qoymaram nəsə eləsinlər də, başqa rəng qoysunlar saçlarına, neynəsinlər. Ona görə ancaq universitetə qəbul olsalar demişəm xına qoyacam saçınıza. Ürəkləndirirəm indidən ki, deyirəm oxuyun, universitetə qəbul olun, saçınızı da ürəyin istəyən kimi eləyin. Başqa bəzi şeylər var, deyirlər ki, mama, onları indi eləyək. Demişəm, yox. Nə vaxt mən ürəyim istəyən kimi oxuyarsınız, universitetə qəbul olarsınız, onda bax, hər şeyi qoyacam sizə, inşallah. Hər şey deyəndə, yəni bir-iki şey var ki, onlar indidən istəyirlər onu, deyirəm ki, yox, olmaz. Yekəlin, inşallah onların hamısını qoyacam sizə. Başqa mənim nəyimsə olur, kosmetikamda ya nəsə, bijuteriya falan belə olanda deyirlər ki, mama, onlar bunu yekələndə bizə verərsən. Deyirəm, bəs sizə verəcəm də, bundan da qəşənglərini inşallah sizə alacam. Bəs kimə verəsiyəm ki, mən bunları? İnşallah yekəlin hamısını sizə indidən bölmüşük. Bax, bu deyirəm Məleykənindir, bu Saranındır. Artıq Sara da gəldi deyə Saraya da bölmüşük hər şeyi. Bölmüşük ki, yekələndə bunları mən onlara verəcəm. Belə ürəkləndirirəm ki, deyirəm, yaxşı oxuyun. Mənə sizin oxumağınız lazımdır da, ancaq mən başqa sizdən nə istəyirəm ki? İnanın, heç belə nəsə də dağıdırlar, tökürlər, elə özüm yığıram ki, bir də görürsünüz, deyirəm ki, yığında ki, hər dəfə özüm yığmıram, pis öyrənməsinlər. Amma əsasən deyirəm ki, əsas odur, dərsinizi oturun eləyin. Qalan şeyləri mən özüm hər şeyi eləyəcəm də evdə. Siz ancaq dərsinizi oxuyun. Mənə ancaq sizdən dərs lazımdır, başqa heç nə. Belə Rənanın da saçını qurutdum, daradım. İndi də belə onun ucundan kəsirəm. Mümkün biraz çox kəsdim, çünki özü də deyirdi ki, çox kəs. Dedim, qoy kəsim heç olmasa. Yenə də dedim, amma bu nədir kəsibsən? Mən belə az istəmirdim, çox kəs saçımı. Dedim, yox, Rəna, olmaz. Rənanın saçı Məleykənkinə baxanda daha sağlamdır. Belə uclarında saç qıran falan elə də yoxdur. Amma Məleykənkində biraz çoxdur saçı. Yəni əslində onunkunu lap çox kəsməliyəm ki, saç canlansın. Amma yenə də istəmirəm, deyirəm yox. Həm də özü istəmir. Yəni kəssəm bilirəm ki, ağlayacaqdır ki, niyə saçımı kəsdim. Ona görə elə hər dəfə 2-3 aydan bir belə saçlarından biraz kəsirəm ki, saç canlansın. Bir də getdi inşallah məktəbə gedəndə.
İnşallah avqustun axırı belə kəsərəm ki, məktəbə gedəndə saçları yaxşı olsun. Gedirəm yenə uşaqların dalıyca. Sizə də hər dəfə belə video çəkirəm. Amma mənə belə danışmaq daha rahatdır. Bu yolda demək olar ki, adam olmur. Mənə rahat olur danışmaq. Keçən videonun altından, vlogun altından sağ olun. Belə mənə ürək dirək verdiniz, yaxşı sözlər yazdınız. Çox sağ olun. Elə bir ki, yavaş-yavaş nə bilim, qəbullanıram da ki, belədir. Daha yaxşı yazmadı. Neyniyək? Əsas odur, bundan sonra çalışmalıyam ki, ona dəstək olum, kömək olum ki, imtahanlarda belə özünü itirməsin, yaxşı yazsın inşallah. Belə, nə bilim, mənə çox təsir elədi bu iş. Yəni, elə valideynlər var ki, daha sinifdən tanıyıram. Uşaq keçməyibdi, heç, yəni, veclərinə də deyil də ki, uşaq keçməyibdə, nə olsun ki. Amma mənim uşağım pis yazıb deyə mənə o çox pis təsir elədi. Elə mənə də, yoldaşıma da. Və neçə gündür otururuq, söhbət eləyirik ki, niyə belə oldu görəndə. Biz də çox sıxdıq uşağı. Biz deyəndə mən də çox sıxdım əslində uşağı. Ki, imtahan olacaq, Rinka imtahandır, otur, hazırlaş, bunu belə elə, onu elə. Məktəbdə də eləcə monitoring dedilər, bir el uşaqları sıxdılar. O da imtahana gedəndə fikirləşib ki, birdən yaza bilmərəm, kəsilərəm, onu belə basıbdır, nə bilim, həyəcan basıb yaza bilməyib sualları. İndi evdə gəlir, oturur, verirəm, onları eləyir özü. Görürəm ki, eləyə bilir, amma orada yaza bilməyibdir. Nə bilim, əsas odur ki, bu vacibli bir şey deyil, yəni sinifdə qalası deyil, məktəbdəki qiymətlərinə heç nə təsir eləmir də. Yenə əlaçı olacaqdı mənim qızım bu ildə. Amma yenə də istəyərdim ki, bu imtahanı yaxşı yazsın. Heç nə olmaz, gələn ildən deyirəm, hər ay sınaqlara qoyun, burada kurslarda sınaqlar olur, ora qoyum getsin, lap belə çoxlu imtahanlara getsin, öyrəşsin imtahana. Əslində qoyurdum, düzdür, hər ay qoymurdum, 3-cü sinifdən qoyuram, 2 ildir. Hər ay imtahanlara getməsə də, belədir də, 1 aydan bir, 2 aydan bir qoyurdum, sınaqlara gedirdi. İndi gərək lap tez-tez qoyam, inşallah.